Salam, hər vaxtınız xeyir. Bugün 1 iyun. Uşaqların müdafiə günüdür. Və siz bilirsiniz ki, uzun müddət mən müəllim işləmişəm və baxıram əvvəlki şəkillərə, tədbirlərə. Çünki telefon özünüz bilirsiniz ki, xatırlatma edir ki, hansı illərdə sən bu vaxtı hansı tədbirləri görmüsən uşaqlar üçün. Və hətta YouTube səhifəm belə mənimlə fəxr edir və orada da məlumatlandırır ki, sənin hər il 1 iyun paylaşımların fərqli olub. Təşəkkür edirəm. Mənim qədrimi ancaq YouTube bildi. YouTube bildi ki, yəni mən necə bir müəllim işləmişəm. Danışdıqca da sizinlə şəkillər paylaşıram ki, həmən bu tarixlərdə dərs günü olmasa da ondan öncəki günlərdə şagirdlərimlə indiyə qədər bu günləri necə qeyd etmişəm və hər zaman istəmişəm ki, şagirdlərim şəhərə baxıb heyflənməsinlər ki, kaş mən şəhərdə oxuyardım və müəllimim mənim belə bir bayram keçirdərdi, harasa aparardı, gəzintilərə aparardı, ekskursiyalara aparardı. Bu heç olmasa bu ayın birini bizim üçün möhtəşəm keçirdərdi. Mən amma bu şəkillərlə bir daha sizə onu demək istəyirəm ki, mənim əzizlərim, mən heç vaxt şagirdlərinin gözünü yolda qoymadım və hər zaman ən yaxşısını etməyə çalışdım ki, onlar böyüyəndə də deməsinlər ki, kənd uşaqları heç nə görmədi. Bu il bilmirəm necə oldu, onları necə təbrik etdilər, nəyi necə etdilər, amma mən onu bilirəm ki, mən şəxsən direktoru özüm məcbur edirdim ki, bugün heç olmasa ibtidai sinif uşaqlara şar payla, bugün heç olmasa ibtidai uşaqlara bir qələm payla. Yəni, onu heç kim yönəltmirdi də, heç kim məsləhət vermirdi. Çünki bilirsiniz niyə? Görüb ki, yox, amma biz görmüşdük. Həqiqətən də İnsan gördüyünü başqalarından əsirgəməz. Görmədiyini də necə etsin. Bir daha mən buradan bütün uşaqların bayramını təbrik edirəm və valideynlərə demək istəyirəm, müəllimlərə demək istəyirəm ki, öz övladlarınızı ancaq elə deməyin ki, bu mənim övladımdır, başqası mənə maraqlı deyil. Bir müəllim olaraq da demək istəyirəm ki, ay müəllimlər, övladınızdan ayırmayın şagirdlərinizi. Necə ki, mən bunu gördüm. Və hər zaman da heyfsləndim ki, yəni bunlara mı müəllim deyiblər? Yəqin ki, anladınız mən nə demək istəyirəm. Bir daha bu gözəl gün münasibəti ilə mənim şirinlərim, məni izləyənlər, bayramınız mübarək olsun. Necə gözəl belə bayramlara, sevdiklərinizlə, əzizlərinizlə. Eyb yox, gözünüz yolda qaldı, ürəyinizcə olmadı. Zamanla böyüdükcə öz övladlarınıza bu gözəl günü yaşadarsınız. Bayramınız mübarək olsun.